Ümumiyyətlə, ixlas əməlin qəbul olunmasının iki şərtindən biridir. Bildiyimiz kimi, Allah katında, Allah dərgahında əməlin qəbul olması üçün iki şərt olmalıdır. Birinci, ixlas. İxlas nədir? İxlas, yəni ibadətin xalis Allah üçün edilməsi. İkincisi isə sünnəyə uyğun olması. Yəni, bu əməl Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsinə, şəriətə uyğun olmalıdır. Onun üçün ixlas çox önəmlidir. İxlas elə bir qəlbi ibadətdir ki, bu ibadət kiçik bir əməli böyük savablar qazandıra bilər sənə. Ola bilər insan 10 qəpik sədəqə versin, lakin o qədər ixlasla versin ki, sağ əli verdiyini sol əli bilməsin, yəni gizlətsin və Allah ona görə onun əməlini 10 qatından 700 qata kimi böyüdə bilər. Və ixlas bütün hər şeydə olmalıdır. Hər bir şeydə ixlas gərək insan niyyəti Allah üçün olmalıdır, ixlas olmalıdır. Hətta ixlas elə bir ibadətdir ki, qəlbi ibadətdir ki, ixlas mübah əməlləri, mübah yəni günləri yemək, içmək, yatmaq, bunları insan belə ixlasla ibadətə çevirə bilər. Yəni, məsələn, insan idmana gedir, idmanla məşğuldur. Əgər insan niyyətini edərsə ki, mən bu idmana ona görə gedirəm ki, sağlam olum və ibadətləri gözəl yerinə yetirir və s. artıq bu ibadətə çevrilir. Yatmaq mübahdır. Lakin insan yatarsa ki, gecə durum, namaz qılım, ibadət edim və s. artıq ibadətdir. Gündəlik hər bir kişi gündəlik evdən çıxır, iş dalınca gedir, işləyir. Düzdürmü? Lakin insan əgər onu Allah üçün edərsə ki, mən gedirəm, ruzi qazanırım, ailəmi dolandırırım və s. artıq bu ibadətə çevrilir. Ona görə ixlas çox önəmlidir. Və insan daim, yəni gərək ixlasını təzələsin. Təzələsin nə mənada? Yəni nəzərdən keçirsin. Çünki riya gələ bilər, insana riya gələ bilər, insana şeytan vəsvəsə verə bilər və s. Onun üçün insan daim təzələməlidir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, deyir, həqiqətən iman insanın bədənində paltar köhnəldiyi kimi köhnəlir, imanınızı təzələyin. Yəni, ixlasınızı təzələyin, tövbəni təzələyin, bu mənadadır. Çünki, niyə görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm insanın imanı paltara bənzədir? Çünki insan fikir verir, əgər köhnə paltar olsa əynində, məsələn, insan o paltarla çölə çıxsa, o qədər də önəm verməyəcək. Paltarına isə düşər, dəyər, toz olar. Amma insan təzə bir paltar geyinəndə artıq neyini onu qoruyur. Çalışır ki, toz olmasın, müəyyən bir ləkə dəyməsin. Və insan da imanını təzələməlidir. Necə? Yəni, ixlasını təzələməlidir. Tövbəsini təzələməlidir. Çünki insan, məsələn, müəyyən bir günah əməllər edir. Məsələn, artıq növbəti bir günah gələndə, tutaq ki, məsələn, adi götürək də göz zinası. Artıq insan öyrəşib, daim gözü harama baxır və müəyyən bir halda yenə də gözünü qorumayır. Deyəcək, yəni, onsuz da baxıram da. Amma bir də var ki, insan bir gün durur, deyir, tövbə edirəm. Artıq harama baxmayacaq. Bundan sonra artıq gözünü qoruyacaq. Çünki niyə tövbə edib, təzəliyib imanını. Ona görə də ixlasla təzələnməlidir, daim insan fikir verməlidir, diqqət etməlidir öz əməlinə. Əgər savab qazanmaq istəyirsənsə, xüsusən də böyük ibadətlərdə. İnsan, məsələn, baxırsan, böyük bir ibadətlərdir, ixlas olmadığına görə puç olur. Və ya qeyd edildiğim ki, balaca bir ibadətdir, amma ixlas olduğuna görə böyük savab qazanır. İxlas çox önəmlidir hər bir müsəlman üçün. Əslində dinimiz də ixlas dinidir. La ilahe illallah mənası nədir? İxlasdır, ixlaslı olmaq. Və beləcə insan diqqət eləməlidir. Allah bizi sabit eləsin, Allah bizi ixlaslı qullarına eləsin. Amin. Allah razı olsun.